Salam olsun. Bugün bizim Məkkədən Azərbaycan xalqına, mənim izləyicilərimə, dəyərli millətim. Allahın bu evindən sizləri salamlayıram. Hər bir insanın yolu bura düşdü. Bura elə bir yerdir ki, özü hər bir insana çəkib gətirir. İstədiklərini. O yolunu azanlara da arzu edirəm ki, sizin də yolunuz bura düşdü. Sizi də Allah öz yoluna gətirsin. Ey dəyərli insanlar, əziz insanlarım, bugün mənim burada olmaqda məqsədim, mənə Azərbaycanda da neçə dəfələrlə müraciət olmuşdu ki, onu verilişlərdə də, saytlərdə də yazmışdım. Deyirlər ki, sizin üçün Allaha ərizə yazmaq lazımdır. Çox gülməlidir, elə deyilmi? Bu ərizəni aparıb kitabda evdə saxlayırsan. Sonrasına, bəs bu necə ərizədir ki, Allaha ərizə yazırsan, aparıb evdə də kitaba saxlayırsan. Bu ərizə işə götürülən insanlara aiddir. Belə eləməyin. Hər bir insan bu cür uzaq yollardan gəlirlər, qoyun dualarını eləsinlər, qoyun Allaha sığınsınlar, biraz da yaxınlaşsınlar. Bu mömin insanlara Allaha da ərizə yazmaq olmaz. Yalan söhbətlərdir. Kimisi yazır, suya atır, kimisi yazır, apar evində saxlar. Onsuz da insanın arzusu da, əməli də, ərizəsi də hər bir kəsin ürəyindədir, canındadır. Allah sizləri qorusun. Sağ olun, salamat qalın.